Hər vaxtınız xeyir olsun uşaqlar. Ümid edirəm ki, işləriniz, səhhətiniz qaydasındadır. Ümid edirəm ki, imtahana tam hazırsınız. Son bir təkrara ehtiyacınız varsa, bu video elə sizin üçündür. 9 martda düşən sualları, ondan bir balaca çətin olan sualları topladım. Cimdən götürmüşəm bu sualları və bu suallar ətrafında sizə mövzuları izah edəcəm. Yəni, diqqətinizi toplayın, yataraq yox, oturaraq diqqətinizi videoya cəmləyib, diqqət edin. Yəni, son bir günümüz var, nəsə oxuyum, nəsə belə gedim dərinlərə gedim, belə şeyə ehtiyac olmadığını düşünürəm. Kifayət qədər oxumusunuz, sadəcə üstündən bir biliklərinizin tozunu tərpədək. Və önəmli olan şey nədir uşaqlar? Biz test işləyirik, biz tapmaca tapmırıq. Test işləyərkən tapdığınız, seçdiyiniz və ya seçmədiyiniz hər hansı bir cavabın əsası olmalıdır ki, niyə bunu seçdim, niyə seçmədim? Ona görə diqqətli olun, getdik. Birinci testimiz kompleks obyektdəndir. Bilirik ki, kompleks obyektdə 3 kateqoriya var. 1, 2, 3. Birinci kateqoriyada let və make idi ki, hansı ki bu feillərdən sonra biz toolsuz feil işlətməliydik. Düzdürmü? Sadəcə make-də bir dənə istisna vermişdik ki, passiv olsa işlədərik. Deməli, ikinci kateqoriyada nə idi? Hissi qavraş bildirən 6 dənə feilimiz var idi. Notice, hear, observe, see, watch, feel. Bu hissi qavraş bildirən 6 feil toolsuz və ya ing ilə olan feil tələb edirdi kompleks obyekt. Üçüncü kateqoriyadan sonradakı feillərdə isə mütləq tool'lu feil gəlməlidir, məstər gəlməlidir. İndi bu kompleks obyekti ya sizə cümlənin xəbərini verəcək, siz kompleks obyektin feilini tapmalısınız. Ya da əksinə, buradakı kimi kompleks obyektin feilini verəcək, siz xəbəri tapmalısınız. Baxıram ki, burada to bring 3-cü kateqoriyaya aiddir, düzdürmü? Deməli, mən 1-i siləcəm, 5-i siləcəm. 2, 3, 4 mənim düzgün cavabım olacaq. İndi tələsmirəm. Birinci baxıram ki, biri təsdiqlədir, ikisi inkardadır. Bunlarda nəsə bir problem varmı işlənməsinə görə, mənasına görə? İndi yerinə qoyaq ki, Nick köməkçisinə sənədləri gətirməyi dedi, demədi və yaxud da gözləmədi. Hər biri uyğun gəlir, həm məna cəhətdən, həm qrammatik cəhətdən. İkincidə bizdən nə istəyir? Antonim istəyir. Əks mənalı sözlər istəyir. Uşaqlar, cümlə, başlıq sizdən nə istəyirsə, onu işarələyin. Ola bilər ki, belə gözünüz görər oxuyarkən, amma ağlınız kəsməz, həyəcanlısınız, axı təşvişlisiniz, 3 saatınız var. Qızıldan qiymətlidir vaxtınız. Amma belə işarələyəndə, highlight edəndə beyninizə siqnal gedir ki, diqqət et, mən antonim axtarıram, mənə sinonim gətirib verməyərsən. Deməli, baxın, strength, power, hər ikisi güc deməkdir. Goal, purpose, hər ikisi məqsəd deməkdir. Peace, silence, hər ikisi sakitlik deməkdir. Sameness, eynilik, variety, müxtəliflik, affection, xoşlantı, hatred, nifrət. Bunlar ikisi antonimim olacaq. 2 və 4 düzgün cavabımdır. 3-ə baxırıq. Bizdən nə istəyir? Əvəzlik istəyir. Testdə 9 martda sadəcə qayıdış əvəzliyi vermişdi. Mən də qayıdış əvəzliyinin 1-2 əsas nüansına diqqət edəcək testimizi gətirib qoymuşam ki, izah edə bilim. Uşaqlar, baxın, burada xitabdır. Xitab olduğunu haradan bilirəm? Vergüllə ayrılıbdır. Deyir ki, boys, you are innocent. Oğlanlar, siz günahsızsınız. Gördünüzmü? Mənim cümləm yönəldi ikinci şəxsə. Yəni, buradakı vergül olmasaydı, boys are innocent olsaydı, mənim fikrim yönələcəkdi üçüncü şəxsə. Düzdürmü? Mənim müraciətim üçüncü şəxsə olacaqdı. Üçüncü şəxs haqqında danışacaqdım. Onda da həmin şəxsə uyğun qarşılıq qayıdış əvəzliyini seçəcəkdim. Ona görə diqqətli olursunuz. Bu xitabdırmı? Cümlənin mübtədasıdırmı? İşi icra edən hansıdır? Boysdurmu, yoxsa you'durmu? Düzdürmü? Bunlara diqqət edirik. İndi xitab olduğu üçün biz də bilirik ki, xitab olan cümlələrdə və yaxud da əmr cümlələrində müraciət ikinci şəxsə yönəlir və ona görə mən ikinci şəxs seçməliyəm. Tamam, seçdim ikinci şəxsimi, ya adı, ya B-dir. Bəs yaxşı, cəminə təkinə nə ilə qərar verəcəm? Yenə xitabla qərar verəcəm. Əgər xitabım cəmdədirsə, cəm götürəcəm, buradakı kimi. Yox, tək olsaydı, tək götürəcəkdim. Yəni, ikinci şəxsin təkini götürərdim. İndi 4-ə baxaq. Bizim uşaqlar adətən mübtədanı görən kimi, təyin edən kimi gedir, qaçır, qayıdışı da həmin şəxsə qoyur. We like the house ourselves yazacaqdır, əksəriyyətə əminəm. Amma ki, uşaqlar diqqətli olmaq lazımdır. Burada demir ki, biz
evi özümüz xoşladıq. Deyir ki, biz evin özünü xoşladıq, amma onun yerləşdiyi yeri bəyənmədik. Gördünüzmü? Evdən söhbət gedir. Evin özünü vurğulayır. Ona görə də mənə ourselves yox, itself lazımdır. Bəs yaxşı, ikinci tərəfini əsasən seçəcəm. Burada mənə xəbəri veribdir. Deməli, mənə mübtəda lazımdır. Mübtəda da adlı xalda olan əvəzi ilə ifadə olunur. Y variantı düzgün cavabımdır. Yiyəlik isə cümlədə mübtəda ola bilməz. O ancaq təyin olur. Özündən sonra isim tələb edir. Burada isə həm mübtədanı, həm xəbəri verib. Hansı ki, burada da xəbərim var, yəni predikativim var. Ona görə bu artıqlıq eləyəcək. Bu da mənim işimə yaramır. İndi gəlin 6-ya baxaq. Dear students, why don't you want the professor to talk to you? Düzdürmü? Yonu gördünüz. Mübtədanı aydınlaşdırdınız. Qaçıb yourself-ı götürmürsünüz. Niyə? Çünki burada iş icra edən professordur. Deyir ki, əziz şagirdlər, siz niyə professorun sizinlə özünün danışmağını istəmirsiniz? İş qayıtdı professorun üstünə, icra edənin üstünə, yəni üçüncü şəxsə. Ona görə burada cavabım olacaq 2 və 4. Tamam mı? Artıq yəni ikinci şəxsdən getmir. Demir, siz özünüz danışın, özünüz istəyin. Deyir, professorun özünün danışmağını niyə istəmirsiniz? Düzdür, imtahanda sadə salmışlar. Sadəcə mən mürəkkəbi saldım ki, diqqət edəsiniz. Yəni, mübtəda ilə uzlaşmır qayıdış əvəzliyi. İşi icra edənlə uzlaşır. İndi 5-ə baxaq. Nədir? Modal feil. Modal feili işləməyin ən rahat yolu odur ki, uşaqlar birinci variant üzərində çıxdaş edəsiniz. Məsələn, baxın, burada will be able to olmalıydı. Düzdürmü? Bunu sildim. Burada ought var. Mən bilirəm ki, o to ilə işləməlidir. Düzdürmü? Bunun yanında yoxdur. Yoxdursa gedib baxıram cümləyə. Bəlkə cümlədə veribdir. Yəni, bunu görən kimi qaçıb onu silməyin. Cümləyə də diqqət edin, onun olduğu qoyacağınız yerə. Burada da to yoxdur deyə çox rahat silirəm. D-də də ought var. Baxıram ki, burada yoxdur, burada da yoxdur. Onu da sildim. Okay. Qaldı C variantım, Y variantı. C variantına baxın, haven't to var. Mənim have to'm tam modal deyil uşaqlar. Yarı modaldır. Yəni, o should, must, ought, can kimi özü-özünə inkarı, sualı düzələ bilmir. Onun köməkçi feilə ehtiyacı var. Ona görə bu don't have to olmalıydı. Ona görə onu silirəm. Y variantı əlimdə qalan yeganə variant oldu. Nə cümlə tərcümələmədim, nə zamanı uzlaşdırmadım, nə bağlayıcıya baxmadım ki, ay burada ziddiyyət var idi. Nə? Mənim əlimdə qalan yeganə variant Y variantıdır. I know I shouldn't raise a panic, but I can't stop it. Mən bilirəm ki, mən panika yaratmamalıyam, amma bacarmıram. Özümə bacarmıram, bunu saxlaya bilmirəm. Görürsünüzmü? Mənada ziddiyyət var. Şərt o deyil ki, bir tərəfim inkar, bir tərəfim təsdiq olsun. Yəni, burada batı görüb, qaçıb o birislər silib A-nı, C-ni saxlamayın. Ziddiyyət məna ilə də ifadə oluna bilər. 7-yə baxırıq. Bizdən nə istəyir? Article istəyir. Article-da uşaqlar. Baxın, belə bir nüansı diqqətinizə çatdırım. Əgər isim sayıla bilən və təkdirsə, önündə determine, yəni yiyəlik hal, my, this, that, işarə əvəzliyi falan yoxdursa, bununla mütləq article işlənməlidir. Qeyri-müəyyəndirsə, yəni danışana məlum deyirsə, hər hansı bir bluzkadan söhbət gedirsə, işlədəcəksən, yox, müəyyəndirsə, danışana məlumdursa, D artiklı işlədəcəksən. Ona görə bax, bu boşluqları silirəm. Tamam. Heç birinin qarşısında determine yoxdur çünki. İndi D-A-da qaldım. Bluzkada niyə Z mütləqdir? Çünki uşaqlar, baxın, bu dəqiqdir, hansı bluzkanı göstərmək istəyir. Partiyə geyinəcəyi bluzkanı, görürsünüzmü? Məlumdur, müəyyənləşdi, ona görə Z-dir. Yaxşı, bəs partiyə Z mi qoyaq, E mi qoyaq? Burada adətən Z-ni götürürlər uşaqlar dimdə. Baxın, bluzka çox qəşəng müəyyəndir. Burada heç bir sualımız yoxdur. Amma parti ilə bağlı o qədər əmin danışa bilmirik. Gələn həftəki hər hansı bir parti də ola bilər biri üçün və yaxud da ki, gələn həftəki parti də ola bilər. Müəyyən də götürə bilər bunu. Deyim, əsasən müəyyən götürür. Ona görə Z götürəcək. İnşallah ki, B test düşməz, amma düşərsə Z götürmək. Daha çox onu götür. İndi 8-ə baxırıq.
Nə istəyir bizdən? Conjunction istəyir. Conjunction işləməyin yeganə yolu uşaqlar cümləni tərcümə eləməkdir. Və əlavə olaraq conjunctionların tərcüməsini bilmək lazımdır ki, biləsən ki, hansı conjunctionu orada yerinə qoysan, sənin fikrin tamamlanır. Bağlayıcının prinsipi nədir, funksiyası nədir? Fikri tamamlamaq. Mən qəsəbəyə geri qayıdıram. Hava burada çox pisdir. Elə pisdir, çox pisdir. Ona görə də yox. Burada səbəb lazımdır. Mən qəsəbəyə qayıdıram, çünki hava burada çox pisdir. Ona görə səbəb bağlayıcısı because götürdüm. Nəticə yoxdur. Burada hava elə pisdir ki, mən qəsəbəyə qayıdıram desəydim, nəticə olardı. Amma mən burada tərsinə deyirəm, səbəb deyirəm. Ziddiyyət yoxdur, birləşdirmə yoxdur, müqayisə yoxdur. Gəldik, çatdıq make-up sentence. Çox qəşəng sadə sual salmışlar. Ümid edirəm ki, yenə elə salarlar. Make-up sentence gördüm. Söz sıramı yadıma salıram. Mübtəda, üstəgəl xəbər, üstəgəl tamamlıq, üstəgəl yer zərfi, üstəgəl zaman zərfi. Mənim nəqli cümləmin söz sırasıdır, düzdürmü? Baxın, gedib birinci mübtədanı tapacağam. Ya workers, ya stadiumdur, düzdürmü? Xəbərə baxıram ki, building. Kimsə nəsə tikir. Deməli, stadion tikməz, workerlar tikər. Ona görə 3, 1 mənim mübtəda xəbərim. Workerlar nəyi tikir? Stadionu tikir. Yeri yoxdur, 5 aydır ki, tikir. Yəni, o şərt deyil ki, yeri olsun. Yoxdursa, keçəcəm zamanı. Bir dənə əlimdə qalan burada this oldu, hansı ki, təyindir. Təyin də təyin etdiyi cümlə üzvünün önündə gəlir. Yəni, baxın, this təkdədir, stadionun önündə gəlir, stadiumun önündə gələcək, düzdürmü? Daha worker'ın önündə verə bilmərəm. Çünki o cəmdədir, plus onun özünün determineri var. Mənim əlimdə oldu 3, 1, 6, 2, 4, 5. A bəndi. Görürsünüzmü, nə sadə getdim. Danca gedəndə biraz uzun çəkir. Amma özünüz belə yolla getsəz, çox rahat tapacaqsınız. Yaxşı, bəs cümlə mürəkkəbdir, neyiniyim? Biraz işimiz uzanacaq, heç nə. Başqa elə biləcəyimiz heç nə yoxdur. Baxın, bir mübtəda, 1-2 mübtəda. Ya 3 ilə başlayacaq, ya 4 ilə başlayacaq. Bir xəbər, 2 xəbər. Ya 3-6 olacaq, 4-1 olacaq, ya da 3-1 olacaq, 4-6 olacaq. Ortaq onun cavablara əsasən baxarım. Yaxşı. İndi keçirəm tamamlığı axtarmağa, düzdürmü? Baxın, bunun tamamlığı özünün tərkibində var. Make a decision. Okey, bunun başını buraxdım. Amma bunun tamamlığı ehtiyacı var. Studies öyrənəcək, nəyi öyrənəcək? All the facts. 6-5 axtarmalıyım. Bu dəqiq bilirəm ki, bu 6-5'dir. İndi bir də after'ım qaldı, yəni bağlayıcı. O ortada da gələ bilər, burada da gələ bilər, ən başda da gələ bilər. Onu hələ ki qoyuram. İndi baxaq, mənə mütləq dəqiq bildiyim şey nədir? O studies all the facts olacaq, düzdürmü? O 6-5 olmayan bütün variantları siləcəm. 6-3-5. Bütün variantları sildim. 2 dənə variantım arasında qaldım. Baxın, burada nə var? Will make a decision, he. Birinci xəbəri verib, sonra mübtədanı. Belə cümlə strukturu yoxdur. Ona görə birbaşa B variantım düzgün olacaq. Mr. Johnson will make a decision after he studies all the facts. Bu qədər. Tutaq ki, qaldınız iki variant arasında. Bu qədər bəsit bir şey olmadı. Belə deyim də, zid olan bir hal olmadı. Görə bilmədiniz. İki variant arasında qalmışsınız. Mən sizə məsləhətim odur ki, yazın. Cümlə şəklində yazanda adamın gözünə həmin dəqiqə səhv görünür. Şifahi bəlkə də həmin anın təşvişi ilə qavramaya bilərsiniz. Amma gözünüz yazsaz, gözünüz həmin dəqiqə görəcək. Getdik. 11-ci sual bizdən isim istəyir, isimlər olan sıranı istəyir. Nitq hissələrini istəyirsə uşaqlar, baxın sonluqlara. Məsələn, biz bilirik ki, AL sifətin sonluğudur, düzdürmü? Bunları sildim. A da getdi, B də getdi, C də getdi. ENT sufficient yetəri qədər. Bu da sifətin sonluğudur, bu da getdi. Əlimdə sadəcə Y qaldı. Bu sadə sözdür, bu da düzəltmələrdir, isim düzəltmə şəkilçilərdir. Gəldik 12-yə. 9 martda da belə düşmüşdü, çox sadə, yəni mürəkkəb isimləri istəmişdi sizdən. Birinci ən sadədən, baxın, sadələri silim.
Düzdürmü? Gəldim bura harvest, bunu da sildim. Bir də əlimdə A variantı qaldı. Ship biz bilirik ki, həm düzəltmə kimi, şəkilçi kimi düzəltmə söz də düzəldə bilər. Həm də gəmi mənasında spaceship, steamship, warship bu sözlərlə mürəkkəb sözdə düzəldə bilər. Bu qədər sadə. 13-ə baxırıq. Relief rahatlama deməkdir. A feeling of comfort. After stress, pain or worry. Narahatlıqdan, stressdən, ağrıdan sonra gələn rahatlıq hissi. Grief, qüssə, qəm, kədər deməkdir. A deep sorrow or sadness especially caused by loss. Nəsə bir itkidən doğan, xüsusilə bir itkidən doğan dərin qüssə və kədər. Thief də oğru deməkdir. Başqalarından nəsə oğurlayan adam. B bəndi. C, A, B, A variantı olacaq. Gəldik sual cümlələrinə. Sual cümlələri barəsində nəyi yadımızda saxlamaq lazımdır uşaqlar? Əgər sən mübtədaya və ya mübtədanın təyininə sual vermisənsə, sənin söz sıran nəqlidə olduğu kimi qalmalıdır. Yəni, mübtəda üstəgər xəbər strukturunda olmalıdır. Hər hansı bir köməkçi, modal və yaxud da to be önə keçə bilməz. Yox, əgər digər nitq hissələrinə vermisənsə, bu modaldır, köməkçidir, to be-dir, mübtədanın önündə olmalıdır. Köməkçidir, modaldır, mübtədanın önündə olmalıdır. İndi gəlin baxaq. Cümlədə baxın, mübtədam yoxdur. Deyir ki, kim bu sinif distraction qaydalarını pozubdur? Kim pozubdur? Mübtədaya sual vermişəm. Hansı cümlə üzvü yoxdursa cümlədə, deməli ona ilə sual vermişəm. Mübtədaya sual verdiyim üçün mənim mübtəda xəbər strukturum ödənməlidir. Baxın, burada köməkçi önə keçibdir. Olmaz. Has broke deyə bir şey yoxdur. Baxın, bitmiş zaman necə düzəlir? To have, üstə gəl, P2. Broken da, P2-si broken'dır. Bu past simple'dır. Ona görə bu olmayacaq. Burada yenə bu past present'dir. Bu da olmayacaq. Bu past, yəni P2'dir. Amma burada to have yoxdur. O tək başına cümlənin mübtədası, xəbəri ola bilməz. Y variantı düzdür. Past simple tək başına cümlənin xəbəri ola bilər. 15-ə baxırıq. Where, when, why, how bunları görəndə asandır. Biz bilirik ki, zərfə sual verdi. Digər nitq hissəsidir. Mütləq sual strukturu olmalıdır, düzdürmü? Amma who ilə what-u ayrılmaq çətindir. Onlar çünki həm mübtədaya, həm də tamamlığa sual verir, düzdürmü? Yaxşı, necə ayıraq? Birincisi, baxacaqsınız cümləyə. Baxın, bu sonda olan söz önü var. Sizin ən gözəl, ən önəmli ipucunuzdur. Əgər cümlədə söz sonda preposition varsa, deməli, burada o deməkdir ki, mütləq tamamlığa sual vermişəm. Tamamlığa da sual vermişəmsə, mənim köməkçi feilim mübtədanın önünə keçməlidir. Baxın, burada keçməyib, bunu sildim. B düppədüzdür. C-də keçməyib, sildim. D-də keçməyib, sildim. Y-də keçib, amma həm köməkçi, həm əsas feil mübtədanın önünə keçib. Halbuki, bu əsas feil yerində qalmalıydı. Önə keçə bilməz. Ona görə bu da səhvdir. 16-da, indi burada what həm də təyinə də sual verə bilir, düzdürmü? Yaxşı, bəs bu tamamlığın təyinidir, yoxsa mübtədanın? Yadınızda saxlayın, təyin etdiyi cümlə üzvünün önündə gəlir. Bu mənim mübtədamdır, bu da mənim tamamlığımdır. What nəyin önündə gəlib? Tamamlığın. Deməli, bu nəyin sualı? Tamamlığın təyininin sualıdır. Ona görə köməkçi önə keçməlidir. Baxın, burada köməkçi heç yoxdur. B bəndi düzdür. C bəndində indiki sadə zamanda 3-cü şəxsdəkində do olmaz, does olar. Burada does var, amma əsas feilin esi düşməyibdir, olmaz. Bunu deyir, bir şagirdim həmişə deyir ki, ay müəllim, bunlar iki qardaşdır. İkisinin bir şalvarı var. Bu geyinəndə bu geyinə bilməz. Ona görə bu da səhvdir. Burada heç köməkçi yoxdur. Cavabım oldu B variantı. 17-yə baxırıq. Sifət zərf. Sifət zərf mövzusunda birini degree salmışam, dərəcə. Hansı ki 9 martda da belə salmışdı. Birini də salmışam sifət və zərfin işlənməsinə. Və bu çaşdırıcı feili salmışam. Deməli, uşaqlar, biz öyrəndik ki, bir neçə feil var idi ki, look, seem, become, be, get,
taste, smell. Bu feillər non-action feilləridir. Yəni hərəkət bildirməyən, stativ feillər. Hal, vəziyyət bildirən feillər idi ki, hansı ki, digər feillərdən fərqli olaraq onlar zərf yox, sifətlə işlənirdilər. Düzdürmü? O, qəmgin, sakit görünürdü. Look'un yanında hər hansı bir söz olsa, o deməkdir ki, bu action bildirir. Amma tək özü olsa, o stativ feildir. Amma react action verbdir, hərəkət bildirir. Ona görə burada mənim zərfə ehtiyacım var, sifətləri siləcəm. İki variant arasında qaldım. Okay, bəs hansını seçim? Baxın, bu and var ha, uşaqlar. Hər iki tərəfini eyni dərəcədə istəyir. Sadədirsə, hər iki tərəf sadədir. Müqayisədirsə, hər iki tərəfi müqayisə olmalıdır. Zamanda da eyni zamanı tələb edir. Şəxssiz formada da eyni formanı tələb edir. Ya hər iki məstər, ya hər ikisi gerund olmalıdır. Bunu yadınızda saxlayın. İndi baxın, bu müqayisə ilə adi dərəcə olmaz, amma adi olar. Ona görə C variantını seçəcəm. 18-ə baxırıq. Bizim dərəcəyə qərar verməyimiz üçün göstəricilərə baxırıq. Very adi dərəcənin göstəricisidir. Düzdürmü? B-ni sildim, Y-ni sildim. Than də müqayisənin göstəricisidir. Bu da olacaq A bəndi. Burada iki dənə müqayisə var. Baxın, smart tək hecalı sözdür. O, ER-la düzələr. More-la düzəlməz. Yəni, bir söz sadəcə bir üsulla düzələ bilər. Ya şəkilçi ilə, ya da more most-la. İkisi bir yerdə mümkün deyil. Ona görə C variantım səhvdir. More smart olsaydı səhv idi. Çünki smart bir hecalıdır. O həmişə şəkilçi ilə düzəlir. 19-a baxırıq. Proposition istəyir. 9 martdakı proposition talk idi. Talk to someone and about someone. Düzdürmü? Somebody. İndi ona uyğun bir şey seçmişəm. Grateful, minnətdar olmaq. Kiməsə minnətdar olmaq deyəndə to deyirik. To grateful to someone. Nə üçünsə minnətdar oluruq deyəndə for işlədirik. For something. 19 D bəndi olacaq. 20 cümlə tamamlama istəyir. Cümlə tamamlama qarışıq görünsə də ən sadə mövzulardan biridir uşaqlar. Baxın, sizə birbaşa cümlə verib demir bunu vasitələrdən vasitəsizə çevirir. Sizə bu formada verir. Və burada diqqət etməniz gerəkən nədir? Sizin baş cümlənin strukturundan asılı olmayaraq, yəni bu nəqlidir, sual da heç bir fərqi yoxdur. Cümlənin sonundakı durğu işarəsindən fərqi asılı olmayaraq, nə bilim, ortadakı bağlayıcıdan asılı olmayaraq, sizin nəqli budaq cümləniz həmişə nəqli formada olmalıdır. Yəni, mübtəda üstəgəl xəbər strukturunu ödəməlidir. Daha burada köməkçi feil, to be, modal önə keçə bilməz. Heç bir halda keçə bilməz. Baş cümlə nəqli formada olmalıdır. Mənim bir tələbəm var, həmişə complete sentence görən kimi deyir, müəllimə, mübtəda xəbər axtarır. Onu unutmayın, uşaqlar. Mübtəda üstəgəl xəbər axtarırsınız. İkinci ən önəmli nüans nədir? Əgər sənin baş cümlən keçmiş zamandadırsa, budaq cümlən mütləq keçmiş zaman formaların birində olmalıdır. Keçmiş sadə, keçmiş davam edəcək, keçmiş bitmiş, keçmişə nəzərən gələcək. Bu 4 zamandan birində olmalıdır. Başqa cür mümkün deyil. İndiki gələcək ola bilməz. İndi gəlin bu qayda ilə gedək. Baxın. Askdan sonra zət də olmaz. İndi burada zət də yoxdur. Keçmiş zamandadır, mübtəda üstəgəl xəbər strukturundadır. Bu düz. Burada həm indikidir, həm köməkçini önə keçirdib səhv. Burada keçmiş də olsa da köməkçini önə keçirdib səhv. Burada da köməkçini önə keçirdib səhv. Y-də isə, baxın, when-dən sonra indiki bitmiş işlənmir uşaqlar. Keçmiş bitmiş işlənə bilər, amma indiki bitmiş işlənmir. Ona görə bu da səhvdir. Əgər baş cümləm indiki zamanda olsa, mənim budağım istənilən zamanda ola bilər uşaqlar. Onu da unutmayın. Sadəcə keçmişdədirsə, ancaq keçmişdə ola bilər. 21-də baxın, 9 martda bu strukturda düşmüşdü. Yenə deyirəm, mübtəda xəbər axtarırıq. Baxın, burada köməkçi önə keçib, burada önə keçib, burada da köməkçi önə keçib. Bunları silirəm. Bir dənə əlimdə C variantı qalır. Həm keçmiş zamandadır, baş cümləli uzlaşır, həm də nəqli cümlə strukturundadır. Bu qədər sadə.
22 də bizdə deyir ki, hansı cümlə passivə çevrilə bilmir? Passivə çevrilə bilməyən cümlədə uşaqlar tamamlıq olmur. Biz axı məlumun mübtədasını silirdik, onun tamamlığını gətirirdik, özümüzə məchulda mübtəda yerinə qoyurduq. Düzdürmü? Əgər orada bir tamamlıq yoxdursa, sən nəyə gətirib mübtəda yerinə qoyacaqsın? Heç nəyi. İkinci, sənin xəbərin nəyi sualına cavab verə bilməməlidir. Məsələn, yağış yağdı. Mən nəyi deyə bilirəmmi? Yox. Mən evə gəldim. Nəyi deyə bilirəmmi? Yox. Deyə bilmirəm. Baxın, mən divanda uzanmışdım və düşünürdüm. Uzanmışdım. Nəyi sualına cavab verirmi? Xeyr. Düşünürdüm. Nəyi sualına cavab verir? Amma tamamlıq varmı? Yox. Nəyi düşünürdüm? Bilmirəm. Onu gətirib mən passivə çevirə bilmərəm. Suyun səviyyəsi qalxır, günbəgün qalxır. Burada nəyi sualına cavab verirmi? Xeyr, vermir. Deməli, bu ikisini mən passivə çevirə bilməyəcəm. O kişi soruşdu çoxlu ciddi suallar. Nəyi soruşdu? Sualları soruşdu. Baxın, həm tamamlığım var, həm nəyi sualına cavab verir. Bu informasiyanı kim verdi? Nəyi verdi informasiyanı? Həm tamamlığım var, həm də nəyi sualına cavab verir. 3 ilə 4-ü çevirə bilirdim. 23-ə baxırıq. Bizdə nə istəyir? Pasiv cümlədə olan, pasiv formada olan cümləni istəyir. Burada nəyə diqqət edirəm uşaqlar? Baxın, çox sadə. Zeri, zera olan cümlələr pasivdə deyil. İndi bu sualdadır. Nəqliyə çevirsəm zeri, zeradır. Düzdürmü? Zera olacaq. Bu pasivdə deyil. İkincisi, əgər cümlə sonu sifətlə bitirsə, deməli o pasiv deyil. Bunu da sildim. Bir dəfəli yadınızda saxlayın. O yana bu yana yoxdur. Cümlənin sonu pasiv sifətlə bitirsə, sualda. Deməli, bu pasiv deyil. İndi lap belə verməsəydi, nə edəcəkdim? Bu strukturu axtaracaqdım. To be, üstəgəl, P2 strukturu ödənməlidir mənim üçün. Haradasa to be var, P2 yoxdur. P2 var, to be yoxdur. Buna diqqət edəcəm. Sadəcə o olmayanları siləcəm ki, bunlar passivdədir, passivdə deyil, olanlar da passivdədir. Bu qədər sadə. Deməli, bizdən passiv istəyirdisə, 3 və 4 mənim passivimdir. 24-ə baxırıq. So do I, necə dua idi. 9 martda bu sual biraz qarışıq vermişdi. Çünki bu ortadakını vermişdi. But ilə isn't verməmişdi. Yəni, onu tapmaq tələb olunurdu. Belə görəndə struktur olaraq so do I ilk adamın ağlına gəlmirdi. Çağrışdırmırdı onu. İndi, so do I işləmək çox asandır. Nə edirik? Əsas cümləyə baxırıq. Təsdiqdədirmi? Təsdiqdədir. Deməli, mənim sualım da təsdiqdə olacaq. İnkardadırmı? Bəli, mənim də sualım, ikinci hissəm inkarda olacaq. Sadəcə bu but ziddiyyət bildirir deyə təsdiqdədirsə inkar verəcəm, inkardadırsa təsdiq verəcəm. Vəssalam. İkinci diqqət etməmiz gerəkən nədir? Birinci cümlənin xəbəri. To be isə to be verəcəm. Hasdirsə, yəni köməkçi hasdirsə has verəcəm. Adi əsas feildirsə do does verəcəm. Baxıram ki, burada is i-gədir, düzdürmü? P2 yoxdursa, has deyil deməli, isdir. Mən indi is seçəcəm. Bax, buradakı hasləri sildim. Həm də buradakı has inkardadır, ona görə sildim. Is, düzdür, to təsdiqli işlənər düzdür, a isə inkarda olurdu. Bunlarda da heç bir problem yoxdur. 1, 2, 5 mənim düzgün cavabım olacaq. Adətən biz inkarı seçməzdik, amma burada ziddiyyət but var deyə inkarı seçirik, yəni diqqətli olun. 25 son sualımız isə zamandır. Zamanı nəyə əsasən seçirdik? Ya zaman göstəricisinə əsasən seçirik, ya da ki, iki hərəkəti uzlaşdırırıq. İndi baxıram ki, when yadıma salıram ki, 9 martda necə vermişdi? İndiki üstəgəl gələcək zaman strukturunu vermişdi. Bir elə işlənə bilər. Bir də işlənər keçmiş üstəgəl keçmiş. Düzdürmü? Baxın, indiki gələcək işlənməsi üçün when-dən sonra will olmaz. Will bu tərəfdə olmalıdır. Okey. Deməli, keçmiş axtaracam. Bu da olacaq Y variantı. When eyni vaxtda, paralel anda baş verən hərəkətləri bildirir keçmiş olanda. Yəni, bir tərəfim sadə, bir tərəfim davam edici də ola bilər. Sadə də ola bilər. Burada diqqətimi nəyə cəmləyirəm? Uzun hərəkət davam edici də olur, qısa hərəkət
Sadədə olur. Karl məni çağıranda mən sevimli proqramımı izləyirdim. Nəyisə izləmək uzun müddətlidir, düzdürmü? Ani hərəkət deyil. Amma kimsə çağırmaq ani hərəkətdir. İnterrupt eləyib çağırırsa, ona görə Y variantı olacaq. Bu qədər uşaqlar. Ümid edirəm ki, sizin üçün faydalı olar. Ümid edirəm ki, işinizə yarayar. Hər hansı bir sualınız olarsa, rəylərdə qeyd edə bilərsiniz. Sevə-sevə köməklik eləyərəm. İmtahanda da uşaqlar, bunu da diqqətinizə çatdırım. Baxın, ola bilər ki, cihazlar işləməz, listeningə qulaq asa bilməzsiniz. Ola bilər ki, otaq soyuq olar, isti olar, kimsə nə bilim burnunu çəkər, kimsə ufuldayar, fısıldayar, sizə narahat eləyər. Belə halda dərinə nəfəs alırsınız, özünüzü sakitləşdirirsiniz. Sizin əlinizdə olmayan şeylərə görə əsəbləşib, əsəblərinizi koramaq sizə heç nə qazandırmayacaq. Əlinizdə olana baxın. 5 testi yazanmırsansa sənin əlində olmayan səbəblərə görə, bu digər 25 testi yaza bilərsən, düzdür? Fokusan 25 testə. Əsla özünü düşürtmürsən orada. İmkan vermirsən ki, kənar təsirlər sənin motivasiyanı aşağı salsın. Bu bir. İkincisi, vaxtınızı diqqətli idarə edin. Durub bir dənə bilmədiyiniz testin üstündə oturub 5 saat koramayın. Cəmi 3 saat vaxtınız var. 85 dənə də sualınız var. Birinci başlayın sadələrə gedin. O göz görən kimi cavabını gördüyünüz testlər var. Birinci onun üzərindən gedin. 3 fənnə də baxın. Sonra gedin biraz çətin işləyəndə, biraz diqqət verəndə çapa biləcəyiniz testləri işləyin. Sonra daha çətin mərhələyə keçin. Ən axırda mürəkkəbi saxlayın. O hansı ki, neçə saat aparacaq, neçə dəqiqə aparacaq, düzdürmü? Yəni, gərginliyiniz də az olacaq. Biləcəksiniz ki, hardasa bir 70-80%-ni yazmısınız da, o sadə orta testləri yazmısınız. Əlinizdə sadəcə mürəkkəb qalıb. Ondan sonra rahat-rahat mürəkkəbə vaxtınızı ayırarsınız. Köçürtmək, belə şeylər mənasız şeylərdir uşaqlar. Alınmayacaq. Özünüzü aldatmağın da yeri yoxdur. Kimsə sizi soruşsa da çevrilməyin, cavab verməyin, özünüzü yandırmayın. Siz ora sadəcə 3 saat vaxtda önəmli olan bir addım atırsınız, önəmli olan bir mərhələni həll edirsiniz, başınızı aşağı salın, testinizi işləyin, heç nəyə də fikir verməyin. Bu qədər uşaqlar. Ümid edirəm ki, sizin üçün faydalı olar. Yenə də deyirəm, hər hansı bir sualınız olsa yaza bilərsiniz. Təşəkkür edirəm diqqətiniz üçün. Bol-bol uğurlar.